bərabər 60 metr bölü saniyə sürəti ilə şaqıl yuxarıya doğru hərəkət etmişdi. Nə qədər vaxtdan sonra 135 metr hündürlüyə qalxır. Biz bilirik ki, yuxarıya doğru gedən cisimlər bərabər yavaşla hərəkət edir. Bərabər yavaşla hərəkət edəndə yer dəyişmə düsturumuz h bərabər v0 t minus j t kvadrat bölü 2 olur. Bizdə bir dənə t yoxdur, qalanlar hamısı. H-ın yerinə yazıram 135 bərabər v0 60 vurulsun t, çıxılsın j həmişə 10 vurulsun t kvadrat bölü 2. Buradan belə bir kvadrat kəndi yapır. 135 bərabərdir, deməli 60 t çıxılsın 5 t kvadrat. Hər tərəfin 5-ə bölsəm, hətta mənfi 5-ə bölsəm, deməli belə alacaq. Mənfi 5-ə bölsə, qalacaq burada t kvadrat. Bunu mənfi 5-ə bölsün, minus 12t. Bunu da mənfi 5-ə bölüb digər tərəfə keçsə, plus, deməli 1, 2, 35 27 bərabər 0. Buradan bir kvadrat kəndi yapılır. Diskriminant bərabərdir b kvadrat minus 4ac. Mənfi b kvadrat. B kvadrat minus 4ac bərabərdir b kvadrat 144 minus 4 vurulsun 27 yazaq da belə yazaq. Bu da olacaq 144 minus 27-nin də 4-ə vursun 7 4 28 108 eləyəcək. Deməli bununla da bunu çıxsaq 36 eləyər. Düzdür? İndi buradan köklərini tapırıq. Birinci, deməli T1-i tapsaq olacaq mənfi b, bəli 12 üstə gəlsin kök altda 36, yəni 6 bölünsün 2. 18 bölü 2 oldu 9. Mənfisini götürməyəcəyik. Deməli buradan da 12 minus 1-ini də götürür. T2 də bərabər 12 minus deməli 6 bölünsün deməli 2. Bu da olacaq 3. Deməli zamanlar 9 və 3 olacaq. İndi bizə cavab hansı verilibsə onu götürəcək.